Uğurlu data mütəxəssisindən hansı bacarıqlar tələb olunur? Data mütəxəssisindən ilk növbədə mütləqdir ki, riyazi məntiq tələb olunur. Çünki o zəka yüksək səviyyədə olmalıdır ki, sadə məsələləri təhlil etmə bacarığı varsa bu şəxsin, daha böyük həcmli məlumatları analiz edərkən daha düzgün qərarlar qəbul edəcək. Birmənalı olaraq əgər bir şəxsdə yüksək zəka varsa, IQ, intellectual quality deyək, məntiq, uşaqlıqdan bəri deyirlər ki, o şəxs riyaziyyatda yaxşıdır, özünü riyaziyyata həvəsli hiss edir, maraqlı hiss edir. Bu o demək deyil ki, baxın qarışdırmayaq. Riyaziyyat elmini yaxşı bilmək başqa, bu bilikdir. Bir də var ki, riyazi məsələlərlə məşğul olmaq ona zövqlü gəlir və onda alınır. İstəsə riyaziyyatla bağlı hansısa bir məsələni çox rahat öyrənə bilər də. Bu cür riyazi məntiqə sahib insanlar data sahəsində uğurlu karyera qura bilərlər. Təbii ki, bu işin belə deyim də bacarıqdan əlavə xarakteri məsələsi də ön plana keçir. Sizin riyazi zəkanız varsa, məntiqiniz varsa data sahəsində uğur qazana bilərsiniz. Amma sırf hansı insanlar üçün data peşəsi məhz onların, belə deyim də, əsas peşələridir. Yəni onlar bunun üçün dünyaya gəliblər. Bəlkə də bu sahədə işləsələr onlar zövq alacaqlar və özlərini heç vaxt işləyirmiş kimi hiss eləməyəcəklər. Bu artıq bu xarakteristik xüsusiyyətə hacker mindset deyirik. Bir insan ki, ümumiyyətlə problemləri təyin eləməyi çox sevir və o problemə təyin elədikdən sonra onun həlli istiqamətində araşdırma edərək həllini tapa bilir. Bu şəxslərə hacker mindset olan insanlar deyirik. Biz adətən nümunə çəkirik, bir 10 yaşında bir məktəbli düşünün. Gəlir atasına sual verir ki, ata, mən bir dostum var. Məktəbdə hamı deyir, gülür, danışır, amma o heç vaxt danışmır da, sakit dayanıb. Səbəbi nədir, niyə elə ola bilər də? O danışmağı çox sevmir. Ata da qayıdıb deyir ki, yəqin ki, onun ünsiyyət bacarıqları inkişaf eləməyib, yaxşı deyil. Misal üçün deyək də, ya da ki, o introvert birisidir. Belə bir rəy verir atası və o gedir internetdə başlayır araşdırmağa. Baxın, bir sualını verdi, niyə? İkinci artıq introvert nə demək deyir, Google-a yazır və cavab tapır. Orada bir kitab qabağına çıxır, o kitabı oxuyur, aparır dostuna hədiyyə eləyir və s. Mən düzdür, bir problemi define elədi bu uşaq, araşdırdı və axırda həlli istiqamətində hansısa bir addım atdı. Ümumiyyətlə hər adamda bu bacarıq olmur. Problemləri görə bilmək və həlli istiqamətində nəticələr əldə edə bilmək. Bu insanlar data sahəsində çox daha uğurlu olurlar və demək olar ki, data sahəsi onların ən çox sevdikləri sahə olacaq.